Salam, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda sizə səhər yeməklərinin yanında və yaxud günün istənilən zamanı kofe və yaxud istənilən qədər ürəyiniz rahatçılıqla yeyə biləcəyiniz bulka reseptlərini verirəm. Bunun üçün kəsmik götürülür. Bir büküm kəsmik 180-200 qram kəsmik, üzərinə bir yumurta, üç dolu xörək qaşığı kakos qırıntıları unu əvəz edir. Bir büküm 10 qram vanil, bir çay qaşığı kabartma tozu, kəsmiyin nəmliyini aradan qaldırmaq üçün bir xörək qaşığı manna, kim şirin istəyərsə bir xörək qaşığı bal və yaxud pəhməz, mən gül suyu əlavə elədim. Bir xörək qaşığı xama, 50-60 qram qalant pendiri və yaxud mozzarella rəndələyib qarışımın üzərinə əlavə edirik. Yaxşıca qarışdırıb mannanın suyu çəkib şişməsi üçün 15 dəqiqə kənarda saxlayırıq. Bu müddət ərzində bulkaları istifadə etmək üçün çiyələk və yaxud istədiyiniz meyvələrdən doğranılıb hazırlanır. Meyvə seçimi sizin öz zövqünüzdən asılıdır. İstədiyiniz meyvədən istifadə edə bilərsiniz və yaxud pendir də götürə bilərsiniz və ya heç meyvəsiz də hazırlaya bilərsiniz. Hatta ki, Holland pendiri mozzarelladan da istifadə edə bilərsiniz. Xəmir dincə qoyulduqdan sonra ondan belə kündələr hazırlayırıq. Müəyyən ölçüdə kündələr hazırlanır. Mən bu tərkibdən 2 simit, 2 çiyələkli və 1 pendirli bulka hazırladım. Bu cür formalar verilir. İçliyi qoymaq üçün oyuq açılır və içliklər qoyulur. Mən 2 bulkanı çiyələkli, 1 bulkanı pendirli, o birlərini simit formasında etdim. Simit formasında olan bulkanın üzərini küncütlə bəzədim. 180 dərəcə temperaturda üst-alt rejimində 10-15 dəqiqəyə bulkalarımız hazır olur. Buyurun, siz də hazırlayın. Çox yüngül, nəfis, incə, istədiyiniz zaman rahatlıqla istifadə edə biləcəyiniz bulkalar, çörəklər alındı. Səhər yeməyi zamanı yanına qayğanaq da gözəl yaraşır. Buyurun, siz də hazırlayın. Nuş olsun. Ağız dadınız heç bir zaman pozulmasın.